Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Əziz müsəlmanlar, imanla bağlı olan söhbətlərimiz davam edir və növbəti mövzumuz da Allaha və axirət gününə iman və bu iki iman arasında olan əlaqədir. Və həqiqətən biz sizə Qurani-Kərimdə, yəni Allah-u Teala'nın ayətlərində və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərində bir çox yerdə görürük ki, Allah-u Teala imanı, özünə imanı, axirət gününə imanla bərabər zikr etmişdir. Və həmçinin Allah Rəsulu sallallahu aleyhi və səlləmdə. Baxsaq görək ki, bir çox ayətlərində, eləcə də Bəqərə surəsində, Əl-Maidə surəsində və həmçinin Əl-İmran surəsində və bir çox digər surələrdə Allah-u Teala özünə imanı, axirəti imanla bərabər zikr edir. Və o ayətlərin birində Allah-u Teala buyurur ki, "Yu'minuna billahi vel yevmil axir." Onlar, yəni möminlər Allaha və axirət gününə iman gətirirlər. Və həmçinin Allah Rəsulu sallallahu aleyhi və səlləm bir çox hədislərində Allaha və axirət gününə imanı bir yerdə cəm etmişdir. Və buyurur ki, o hədislərin birində də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, "Mən kənə yu'minu billahi vel yevmil axir felyaqul xayran aw liyasmut." Sizdən kim Allaha və axirət gününə iman gətirirsə, ya xeyir danışsın, ya da sussun. Və bu nümunələrdən bir nümunədir. Və həqiqətən də Allah Rəsulu sallallahu aleyhi və səlləm də hədislərində bir çox yerdə məhz bu şəkildə deyir. "Mən kənə yu'minu billahi vel yevmil axir." Kim Allaha və axirət gününə inanırsa, bunu etsin və yaxud bunu etməsin və s. Və bu da onu göstərir ki, həqiqətən Allaha imanla axirətə iman arasında sıx bağlılıq vardır. Bu mövzuya keçmədən öncə qeyd edək ki, Allaha iman nədir, axirətə iman nədir? Qısa olaraq müxtəsər şəkildə qeyd edək ki, Allaha iman Allah-u Teala'nın rububiyyətinə, uluhiyyətinə və ad və sifətlərinə iman gətirməkdir. Və bu da nədir? Allah-u Teala'nın rububiyyətinə iman dedikdə Allah-u Teala'nın feillərinə iman gətirmək nəzərdə tutulur. Və bu da Allah-u Teala'nın yoxdan xəlq etməsinə, yaratmasına iman gətirmək, eyni zamanda bütün kainatın işlərini idarə etməsinə və öldürməsinə, diriltməsinə, ruzi verməsinə və bütün işləri yoluna qoymasına və s. Hansı ki, bu bütün sadaladığımız bu şeylər Allah-u Teala'nın rububiyyəti ilə bağlı olan məsələlərdir ki, hər bir mömin, hər bir müsəlman bunlara iman gətirməlidir. Və ikinci isə Allah-u Teala'nın uluhiyyətinə iman gətirməkdir ki, bu da bəndənin öz feillərində, yəni ibadətlərində Allah-u Teala'nı təkləşdirərək ona bu şəkildə iman gətirməsidir. Yəni, bütün ibadətlərini namaz, oruc, zəkat, həc, nəzir, sədəqə, dua və digər bütün ibadətlər, bunların hamısını yalnız və yalnız Allaha xas qılaraq bu əməlləri etmək və bu əməlləri edərkən də Allaha heç bir şeyi ortaq qoşmamaq. Və bəndə bu şəkildə əməllərini edərsə artıq uluhiyyətə olan məsələdə artıq həqiqi şəkildə, doğru şəkildə, səhih şəkildə iman gətirmiş sayılır. Və üçüncüsü isə Allah-u Teala'nın ad və sifətlərinə iman gətirməkdir ki, bu da nədir? Yəni Allah-u Teala'nın ad və sifətlərinə iman gətirmək. Heç bir tətil, yəni inkar etmədən, təşbih, heç bir məxluqa bənzətmədən, təvil etmədən, yəni mənasını yozmadan, təmsil, misilləşdirmədən, təhrif, mənasını yozmadan Allah-u Teala'nın ad və sifətlərini Quran və sünnədə hansı formada keçibsə, o şəkildə də iman gətirib Allah-u Teala'ya layiqli şəkildə, layiq olan şəkildə isbat etməkdir. Və bu da Allah-u Teala'nın ad və sifətlərinə iman gətirməkdir. Axirətə iman isə axirətdə baş verən hadisələrin hamısına Quran-ı Kərimdə, istərsə də Allah Rəsulü sallallahu aleyhi və səlləm hədislərində keçən bütün hadisələrə iman gətirməkdir. Sirat körpüsü, cənnət, cəhənnəm, haqq hesab və s. Və bütün bunlar da axirətlə bağlı olan məsələlərə iman gətirməkdir. Lakin bu iki ərkan arasında sıx bağlılıq vardır. Birinci bağlılıq budur ki, Allaha iman, axirətə imanı gərəkdirir. Çünki axirətə iman gətirmək, Allaha iman gətirməyin kamilliyindəndir. Əgər belə olmasaydı, o zaman bu, Allaha olan imanın kamilliyində nöqsan, eyb olardı. Yəni, sanki Allah-u Teala göyləri və yeri əbəs yeri yaratmış, xəlq etmişdir. Lakin bu heç də belə deyil. Necə ki, Mü'minun surəsində Uca Allah buyurur ki, "Əfəhəsibtum ennəmə xalaqnəkum abətə və ennəkum eleynə lə turcaun." Məgər siz elə hesab edirsiniz ki, biz sizi boş yerəmi, əbəs yerəmi xəlq etdik və siz bizə qaytarılmayacaqsınızmı? Xeyr, yəni Allah-u Teala inkar formasında bu sualı verir və deyir ki, yəni heç də belə deyil. Allah-u Teala göyləri və yeri əbəs yeri yaratmamışdır. Müəyyən bir qayə, məqsəd üçün yaratmışdır. O məqsəd də qayə də nədir? Bütün bəndələrin, insanların, eyni zamanda cinlərin Allaha ibadət edib, ona ibadətlərində heç bir şey şərik qoşmamalardır.
Bu barədə necə ki Allah Teala Zariyat surəsinin 56-cı ayəsində buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün xəlq etdim. Yəni baxın, yəni burada da məqsəd onu göstərir ki, Allah Teala heç də boşu-boşuna, əbəs yerə məxluqatı xəlq etməmiş. Əksinə burada əsas qayə nədir? Saqaleynin, yəni cinlərin və insanların Allaha ibadət etmələridir və ibadətlərində isə Allaha heç bir şeyi şərik qoşmamalarıdır. Və belə olan halda da nəticə etibarilə axirətdə bunun mükafatı da olmalıdır. Çünki mömin bəndələr Allaha olan ibadətlərinin, salih əməllərinin, itaətlərinin müqabili olaraq axirətdə onları mükafat gözləyir. Və eyni zamanda da Allaha ibadətdən, itaətdən üz çevirib günah, fasiqlik, küfrdə həyatlarını keçirənləri isə qiyamətdə, axirətdə, haqq hesab günü onları cəza gözləyir. Əgər belə olmasaydı, o zaman möminlə kafir, xeyir istəyənlə şər istəyən arasında heç bir fərq olmazdı. Yəni nəticə etibarilə onlar artıq bu dünyada etdiklərini etdikdən sonra əgər axirət olmasaydı, haqq hesab olmasaydı, bu Allah-u Teala'nın ədalətindən olmazdır ki, ikinci bağlılıq Allahın ədaləti ilə bağlıdır. Yəni axirət gününə iman gətirmək eyni zamanda Allah-u Teala'nın ədalət sifətini gərəkdirir. Ədalət sifətinə dəlalət edir. Və bu da ikinci bağlılıqdır. Və buna görə də Allah-u Teala'nın ədalətindəndir ki, qiyamət günü, axirətdə, haqq hesab günü bunları arasında ədalətlə hökm verəcəkdir. Necə ki, bu barədə Allah-u Teala Quran-ı Kərimdə ayətlərinin birində buyurur ki, İnna Allah la yadlimu mithqala zərrah. Həqiqətən Allah heç kimə zərrə qədər də zülm etməz. Yəni Allah-u Teala nə bu dünyada və həmçinin axirətdə heç kəsə zülm etməz. Və həmçinin Allah-u Teala bu barədə buyurur ki, "Fəmən ya'mal mithqala zərratin xeyran yarah, və ya'mal mithqala zərratin şerran yarah." Kim zərrə qədər xeyir iş görərsə, onu axirətdə görər. Və kim də zərrə qədər şər əməl görərsə, onu qiyamətdə, yəni axirətdə, haqq hesab günü görər. Və bu da onu göstərir ki, Allah-u Teala heç kəsə zülm etməz və iman gətirməyib küfr edənləri öz ədaləti ilə hökm verib Allah-u Teala onları cəhənnəmə vasil edəcəkdir. Lakin möminləri isə öz mərhəməti ilə cənnətə daxil edəcəkdir. Düzdür, yəni Allah-u Teala öz ədaləti ilə yenə də onlar arasında hökm verəcək. Yəni o baxımdan ki, onların bu dünyada etdikləri salih əməlləri, ibadətlərini Allah-u Teala zayi etməyəcək. Yəni əməllərinin müqabilində Allah-u Teala qiyamət günü onları mükafatlandırıb öz cənnətinə daxil edəcəkdir. Lakin yenə də Allah-u Teala öz mərhəməti ilə mömin bəndələri ilə müamilə edəcəkdir. Yəni axirətdə. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm elə hədislərinin birində bu barədə buyurur ki, sizdən heç kəs öz əməli ilə cənnətə daxil olmayacaq, yalnız Allahın mərhəməti ilə cənnətə daxil olacaq. Və sahabələr soruşurlar ki, ey Allahın Rəsulu, hətta sən dəmi? Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, bəli, hətta mən də. Və bu hədis ona dəlalət edir ki, bütün möminlər, yəni cənnət əhli yalnız və yalnız yəni xeyir əməllərinin səbəbindən əlavə olaraq Allah-u Teala'nın mərhəməti ilə cənnətə daxil olacaqlar. Çünki Allah-u Teala yalnız ədaləti ilə öz mömin bəndələri ilə müamilə etsə, o zaman hər kəs cəhənnəmə daxil olar. Nə üçün? Məlumdur ki, uca Allahın bizlər üzərində nemətləri saysız, hesabsızdır, hədsizdir. Və bu nemətlərin də müqabilində şükür etmək gərəkir. Və hər bir nemətin müqabilində də şükür etmək gərəkir. Və İbn Qeym Rahimullah deyir ki, insanın gün ərzində alıb verdiyi nəfəs 24 mindir. Yəni biz bunu bir nemət hesablasaq, o zaman 24 min nemət, yəni insana verilən nemət o zaman təhcə nəfəsini alıb verməsi 24 min nemətdən ibarətdir. Yəni biz digər nemətləri də, yəni bundan da çox böyük olan nemətləri də saysaq, o zaman ağla sığmayan bir rəqəm alınır. Təkcə insanın orqanları ilə bağlı olan nemətləri saysaq, onun gözünün görməsidir, həmçinin gözünü açıb yummasıdır, qulağının eşitməsidir, danışmasıdır və digər nemətlər. Yəni baxın görün nə qədər nemətlər var. Yəni bunun müqabilində biz bu şükrü ödəyirikmi? Bu nemətlərin yanında biz onun şükrünü layiqincə ödəyirikmi? Yoxsa yox. Məhz buna görə də Allah-u Teala Quranda elə İbrahim surəsində buyurur ki: "Və in ta'uddu ni'matallahi la tuhsuha." Siz Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Buna görə də biz nə qədər çalışsaq da, gecə və gündüz Allaha səcdə edib boyun əysək də, bütün günümüzü, vaxtımızı, hətta saniyələrimizi belə
hər bir anımızı belə Allah'a ibadətdə, itaətdə keçirsək belə, yenə də bu şükrü ödəmiş ola bilmərik. Və bu barədə də bir hədis var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü ömrünün böyük bir hissəsini, yəni 60-70 ilini ibadətə keçirmiş bir kişi gətiriləcək və Allah-u Teala ona deyəcək ki, səninlə öz mərhəmətinləmi müamilə edeyim, yoxsa ədalətinləmi? Yəni sənə hansıyla hökm kəsim? Ədalətinləmi, yoxsa mərhəmətinləmi? Və həmin kişi dünyada etdikləri ibadətlərinə arxain şəkildə deyir ki, xeyr, mənimlə öz ədalətinlə hökm kəs, müamilə et. Və beləcə Allah-u Teala tək bircə onun göz nemətini tərəzinin bir gözünə qoyur və onun etdiyi, bu dünyada etdiyi ibadətlərini isə tərəzinin digər gözünə qoyur. Və tək onun görmək neməti, göz neməti onun bu dünyada etdiyi bütün nemətlərdən ağır gəlir. Subhanallah. Yəni baxın. Və bu da onun Allah-u Teala'nın ədaləti ilə hökm verməsi səbəbi ilə cənnətə daxil olmasının səbəb olmur. Və buna görə də Allah-u Teala öz mömin qullarını məhz öz mərhəməti ilə cənnətə daxil edəcəkdir. Və buna görə də Allaha imanla axirətə olan iman arasında olan bağlılığın digər səbəblərindən də biri budur ki, axirətə iman gətirməmək Allahı zülm sifəti ilə sifətləndirməkdir. Yəni Allah-u Teala, hansı ki biz dedik ki, Allah-u Teala ədalət sahibidir. Allah-u Teala'nın bütün sifətləri kamildir, bütün eyiblərdən və nöqsanlardan uzaqdır. Və məhz buna görə Allah-u Teala Quran-ı Kərimdə və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərində Allaha olan imanı axirət günü olan imanla bərabər zikr etmişlər. Və doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.